Salam əziz şagirdlər. Bugün birinci hissə isbat məsələlərinə baxacağıq. Birinci sualda deyir ki, isbat edin ki, x üstəgələk n vurğu bu iki çox hədlinin ortaq vurğu olarsa, bu ifadə doğrudur. Bu ifadəni isbat eləməliyik. Deməli, birinci kvadrat üçədlimiz x-in kvadratı üstəgələk bx üstəgələk c-ni biz vurğulara ayırsaq, bir vurğu x üstəgələk n-dir mütləq. Çünki özü bizə deyir. Digər vurğunu da, məsələn, x üstəgələk bir m yazaq. İkincidə x kvadratı üstəgələk dx üstəgələk e bərabərdir. Bir vurğu mütləq x üstəgələk m-dir. İkinci vurğunu məsələn x üstəgələk hər hansı bir hərf yazaq, t yazaq. Deməli, əgər x üstəgələk n, burada daha doğrusu uşaqlar n-dir. Əgər x üstəgələk n hər ikisinin ortaq vurğudursa, onda x bərabərdir mənfi n bu kvadrat üçədləri sıfıra çevirəcək. Çünki burada x-in yerinə mənfi n yazsaq, sıfır eləyəcək. Sıfırı da nəyə vursaq, sıfıra bərabər olacaq. Eyni proses burada da baş verəcəkdir. X bərabərdir mənfi n-i bu kvadrat üçədlə yerinə qoyaq. Olur, mənfi n-in kvadratı çıxaq. Deməli, üstəgələk b vuraq mənfi n, üstəgələk c bərabərdir sıfıra. Deməli, aşağıda da mənfi n-in kvadratı, üstəgələk d vuraq mənfi n, üstəgələk e bərabərdir sıfıra. Deməli, bunu sistemə alaq uşaqlar, biraz da sadələşdirək. Olur, n-in kvadratı, çıxaq bn, üstəgələk c bərabərdir sıfıra. N-in kvadratı, çıxaq dn, üstəgələk e bərabərdir sıfıra. Əgər sağ tərəfləri sıfırdırsa, bunların sol tərəflərini də enləşdirə bilərəm. Yəni, n-in kvadratı çıxaq bn, üstəgələk c bərabərdir. N-in kvadratı çıxaq dn, üstəgələk y bir-birlərinə bərabərdir. Burada n kvadratları islah gedəcəklər. Bir tərəfə keçirsək əgər, mənfi bn, üstəgələk dn, bərabərdir y çıxaq c-yə. Buradan bunların yerini dəyişək. dn çıxaq bn bərabərdir y çıxaq c-yə. N çıxartsaq mötərizə xaricinə, d çıxaq b bərabərdir y çıxaq c-yə. Buradan da n bərabərdir y çıxaq c bölək d çıxaq b. Teorem, deməli, belə. Teorem isbat olundu. Keçək ikinci məsələyə. İkinci misalda deməli, bunu sol tərəfə keçirək. Bunu isə sağa keçirək. Olur, a bölək b-nin kvadratı çıxaq c bölək d-nin kvadratı bərabərdir. A bölək b çıxaq c bölək d-yə. Sonra neyək? Bunları düstur kimi açaq. Bu sol tərəfi iki ifadənin kvadratları fərqi kimi düstur kimi açaq. A bölək b çıxaq c bölək d. Digər tərəfdən də a bölək b üstəgələk c bölək d bərabərdir. A bölək b çıxaq c bölək d-yə. Və bizə uşaqlar a üstəgələk b-ni, a bölək b üstəgələk c bölək d-ni, yəni bu tərəfi 1 veribdir. Onda alırıq ki, a bölək b çıxaq c bölək d bərabərdir. A böl b çıxaq c böl d. Yəni, bərabərliyin sağı və solu eyni olduğuna görə teorem isbat olunmuş hesab olunur. Üçüncü suala baxaq. Üçüncü sualda deməli, uşaqlar A, B, C üçü də müsbət ədədlərdir. Burada koşu bərabərsizliyindən istifadə edəcəyik. Koşu bərabərsizliyinə görə istənilən iki əgər müsbət ədədlər üçün iki ədədin ədədi ortası, yəni A üstəgələk B bölək 2 böyük bərabərdir. Onların həndəsi ortasından A, B-dən
Eyni proses B üstəgələk C üçün də keçərlidir. Böyük bərabərdir. B vuraq C və A üstəgələk C bölək 2 böyük bərabərdir. Kök altında A C ilə. Buradan belə bir şey çıxır ki, deməli A üstəgələk B çarpaz vursaq böyük bərabərdir 2 kök altında AB. Buradan alınır ki, B üstəgələk C böyük bərabərdir 2 kök altında BC. Buradan da alınır ki, A üstəgələk C böyük bərabərdir 2 kök altında AC-yə. Sonra bizə buranın yəni hasili verib də, sol tərəfin hasili verib. Sonra mən nə edirəm? Bunu sistemə alıb, sonra tərəf-tərəfə vuracam. Sistemə alıb tərəf-tərəfə vuracam. Tərəf-tərəfə vuranda nə baş verir? A üstəgələk B, vuraq B üstəgələk C, vuraq A üstəgələk C böyük bərabərdir 2 vur 2 vur 2 8 edir kök altında. A, B vuraq A, B, C hərəsində 2 dənə olacaqdır. A-nın kvadratı, B-nin kvadratı, C-nin kvadratı olacaq. Oradan da kök çıxacaqdır kvadratlar olduğu üçün və müsbət ədədlər olduğu üçün moduldan da elə müsbətlər çıxacaqdır. Böyük bərabərdir 8 A, B, C-yə. Teorem isbat olundu. 4-cü suala baxaq. Dördüncü suala baxaq. Dördüncü sualda deyir ki, A-ın və B-nin ədədi silsilələrdir. Biz isbat etməliyik ki, CN bərabərdir 2AN çıxaq 3BN-i isbat eləməliyik. Uşaqlar, AN və BN ədədi silsilədir. Ədədi silsilə odur ki, onların arasındakı hədlərin arasındakı məsafələr eynidir. Yəni, eyni ədəd qədər artıbdır. Yəni, ardıcıl 2 hədd arasındakı fərq eynidir. Yəni, AN-dən AN çıxaq 1-i çıxanda hər hansı bir D-yə bərabər olur. Burada 3 dənə ədəd silsilə olduğuna görə bunu sizə D1 ilə işarə edirəm. Eyni proses B üçün də ödənilir. B-nin çıxaq 1 nəyə bərabərdir? Hər hansı bir sabitə bərabərdir D2-yə. İndi bizdən CN-in buna bərabər olduğunu, biz əgər CN-i də hər hansı bir sabit alsaq, yəni hər hansı bir ədəd alsaq, artıq isbat etmiş oluruq ki, bu ədədi silsilədir. İfadəni yazaq. C-in bərabərdir. 2 vuraq. A-n-in əvəzinə yazıram. A-n çıxaq. A-n çıxaq 1. Belə deyək də uşaqlar. Belə ki, C-ni də C-n də ədədi silsilə olması üçün C-n çıxaq 1-də hər hansı bir ədədə bərabər olmalıdır. İndi gəlin onu yazaq. C-nin əvəzinə yazıram. Deməli, C-nin əvəzinə yazıram. 2 vuraq. 2 vuraq A-n çıxaq 3B-n. Belə. Çıxaq. C-nin çıxaq 1-in əvəzinə yazıram. 2 vuraq. Bunu istəyirsiniz mötərizə yazaq da. Ayın bəcəri oldu. Ayını düzəldək. Belə. 2 vuraq. N əvəzinə artıq N çıxaq 1 yazacağım. Çıxaq, bu mötərizə də burada olmalıydı. Belə. 2, AN çıxaq 1, çıxaq 3 vuraq, BN çıxaq 1. Bərabərdir. 2 vuraq. A-nın əvəzinə yazıram. A-nın əvəzinə heç nə yazmıram. Sadəcə mötərizələr açacağam. 2AN çıxaq 3BN çıxaq 2AN çıxaq 1 üstə gəliş olacaq. 3BN çıxaq 1. Bərabərdir. Deməli, bu ikisini bir qruplaşdıracağım mötərizədə, bu ikisini də bir qruplaşdıracağım mötərizədə. Deməli, 2-ni çıxarsaq mötərizə xaricinə olur AN çıxaq 1, çıxaq 3 vuraq, BN çıxaq 1. Bərabərdir. Bunun əvəzinə uşaqlar nə yazacağım? D1 yazacağım. Bunun da əvəzinə D2 yazacağım. Bərabərdir. 2D1 çıxaq 3D2.
D1 və D2 hər hansı bir ədəd olduqlarına görə, yəni sabit olduqlarına görə, onda biz isbat etmiş olduq ki, bu Cn də ədədi sislə əmələ gətirir. Deməli, teorem isbat olunmuş hesab olunur. Keçək 5-ci sual. 5-ci sual çox rahat sualdır. Elə şəklin üstündə işləyək. Deməli, 5-ci sualda A və B-lərin düz xətlərinin perpendikülər olduğunu isbat etməliyik. Bunun üçün nə edək uşaqlar? Burada bu qarşılıqlı bucaq olduğuna görə bu da 40 dərəcə olacaqdır. Bu da qarşılıqlı bucaq olduğuna görə burada bunu belə çöldə yazım. 95 çünki şəkil balacadır. 95 dərəcə olacaq. Onda bu bucağa nə qədər düşür? 90 ilə 45-i toplayıram. Edir 135 dərəcə. 135 dərəcə budursa, onda burada 45 dərəcə qalır. Burada 45 dərəcə olur o zaman. Bu 45 dərəcədə bura köçəndə qarşılıqlı bucaq olduğu üçün burada yaranan üç bucaq. Burada yaranan üç bucaq. Yəni məcburdur ki, bura 90 dərəcə olsun. Bucaqlarının cəmi 180 olmalıdır. Üç bucağın bucaqlarının cəmi. Deməli, o zaman 180 çıxaq. 45, üstə gələk 45. O da bərabərdir 90 dərəcə. Demək ki, A və B düz xətləri bir-birinə perpendikulyardır. Teorem isbat olundu.